Şübhə, ümumiyyətlə mən belə başa düşürəm ki, insanlar belə seçmək düzgün deyil. Bizim bir mentorlardan biri gəlmişdi, danışırdıq biz. Danışanda qayıtdı ki, deyir mənə ancaq bu kütləyə lazımdır. Mən o kütləyə istəyirəm o kütlə gəlsin mənə. Mən ona dedim ki, qulaq as, Allah Taala bizi bura göndərəndə heç o bizi seçməyib. Sən kimsən seçsən? Kim sənə qulaq asacaqdır? Kim sənə şey eləyəcək? Kim sənin arxanca gələcəkdir? Sən öz bilgivi, işığı ötür. O artıq seçər kim sənin arxanca gələr, kim sənə qulaq asmaq istəyər. Yəni onlar da seçilən adamlar olacaqlar mütləqdə. Yox, təbii. Məsələn, Quranda ilk ayələrdən belə Bəqərə surəsində deyir ki, bu kitab hamı üçün deyil. Allahdan qorxanlar üçündür. Məsuliyyət hissi olanlar üçündür. Müttəqilər üçündür. Hamı üçün deyil bu kitab. Oxumayın. Hamı oxusa da başa düşməyəcək. Bu seçilmişlər üçündür. Biz ruh kimi, belə deyim də, faktiki ruh kimi təsəvvür etsək biz Allah Taala'nın belə deyim də bir işığıyıq da, bir hissəsiyik də deyək. Belə təsəvvür edə bilərik də, düzdür. Elədirsə, biz onun bir hissəsiyiksə, o bir hissəsini nəyə göndərir hər dəfə? Gəlsin, doğulsun, nəsə bir proses keçsin. Nə etmək istəyir ki onu? Çünki o hissə qaranlıqdadır da. Qaranlığı işıqlandırmaq istəyir. Qaranlıq işıqlandırmalıdır da. O gedir qaranlığa, qaranlıqdan qayıdır işığa, dərk eləyir. Həqiqətə gəlib çatmış adamlar yol hissi ilə danışa bilərlər sizə. Danışarlar ki, mən nə qədər yollardan keçdim, illərim keçdi, hər cəhalətimi tökməyə illərim sərf olundu. Hər kirimi təmizləməyə illərim sərf olundu. O sənə öz günahları, kirləri haqqında bir dastan danışar. Çünki onların hər birisindən mütləq azad olub, bir elm yolçuluğu keçib. Konfutsi ona görə deyirdi ki, birisi böyük mərifətə gəlib çatıbsa, amma savad almayıbsa, mənə desələr də ki, o savadsızdır, mən onu əsl alim adlandıracam. Çünki mərifət yolçuluğu mütləq kamal yolçuluğudur. Böyük bir müdriklük yolçuluğudur. Orada sən çox şeyləri götür qoyulacaqsən. Çox şeyləri dərk eləyəcəksən. Dərk etmədən böyümək mümkün deyil. Söhbət kitab oxumaqla bağlı deyil, dərklə bağlıdır. Ona görə də bu yol var və bu yol da çox gözəl bir şeydir. Bu yol özünü ödəyir. Biz yol ideyasını inkar eləyə bilmirik. Biz onu sevirik hətta. Məsələn, bir film yoldur. Bir podkast bir yoldur. Yaxşı olur o yola dönüşürsə tutalım da. Adamlar dinləyəndə də bir məmnuniyyət hiss keçir ki, bu bir qaranlıqdan işığa doğru gələn bir yol oldu. Təcrübədir də, qısa da olsa bir yol oldu, bir hekayə oldu, bir nağıl bir yoldur. Ona görə də bu nə üçündür ki, insanlar yer üzünə gəlirlər? Gəlirlər ki, Allahı təsdiq eləsinlər. Qaranlıqdan gəlib işığa qovuşurlar. Damla ikən gəlib okeana qovuşurlar, okean olurlar. Və bu təcrübə çox bahalı, çox gözəl, çox əsrarəngiz bir təcrübədir. Bunu keçənlər heç peşman deyirlər, heç şikayətçi deyirlər. Bunu yarıda qalmışlar şikayət eləyə bilərlər. Əsas odur ki, qorxularından azad olsunlar. Bəli.